Mənim başıma niyə gəldi? Peyğəmbərdən əziz adam yoxdur deyə məndən çox əziyyət çəkən olmadı. Hər kimi ki sevirəm deyir, İmam Hüseyn deyir, ey ruzigar, kimi mən çox istəyirəm onu hədəfə alırsan. Bir əzizlərini əlindən verirdi, əleyhissalam əlini üzünə vururdu, deyirdi, eynə Əmmar, eynə Malik. Peyğəmbərin ən əziz xanımı Həzrət Xədicə idi ki, onu əlindən aldı. Sonra bəzi xanımlarla yaşamağa məhkum oldu ki, onlardan əziyyət çəkirdi. Bu Peyğəmbərdir. Həzrəti Əlidən xanım Fatimə Zəhranı aldı, gəldi Əyyam-ı Fatimiyə də dedi, qəbri üstə deyəndə dedi, la xeyrə bə'dəki fil həyat, səndən sonra həyatda xeyir qalmadı. Yəni o qədər əziz idi. Onlara vəfasız olan dünya gözləyirsən ki, kimə vəfalı olsun?